çıxışları maraqla qarşılanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Aydiyə İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan Ümumi Respublika Yaşıllaşdırma Marafonu çərçivəsində paytaxtın Binəqədi rayonunda növbəti ağac əkmə və yaşıllaşdırma aksiyası keçirilib. Aydiyə İctimai Birliyinin təşəbbüsü və Binəqədi rayon icra hakimiyyətinin dəstəyi ilə Ümumi Respublika Yaşıllaşdırma Marafonu çərçivəsində növbəti ağac əkmə aksiyası Binəqədi rayonunun 28 may qəsəbəsi ərazisində təşkil edilib. Aksiya Bakı-Şamaxı magistralının qəsəbə ərazisindən keçən hissəsində yol boyunca aparılıb. Ərazidə 700 müxtəlif növ yerli iqlimə uyğun tiklər əkilib, ağaçlar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib. Aydiyə İctimai Birliyinin təşəbbüsü ilə keçirilən Ümumi Respublika Yaşıllaşdırma Marafonu yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığın bərpası, təbii mühitin sağlamlaşdırılmasının sürətləndirilməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir. Birinci Ümumi Respublika Yaşıllaşdırma Marafonuna qoşulan Binəqədi rayon sakinləri ölkə ərazisində 1 milyondan artıq ağacın əkilməsini nəzərdə tutan və ekoloji mühitin sağlamlaşdırılmasına xidmət edən bu nəcib təşəbbüsü dəstəkləyərək rayonun bütün qəsəbələrində ağac əkmə və yaşıllaşdırma işini uğurla davam etdirirlər. Binəqədi rayonunda ətraf mühitin mühafizəsinə və yaşıllıqların artırılmasına töhfə verən bu cür ağac əkmə kampaniyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır. Sonda ağac əkmə aksiyasının iştirakçıları bir araya toplaşaraq xüsusi hazırlanmış tortu kəsdilər. Mənsur Həsənov, Namiq Vəliyev, Ruslan Həsənov, xəbərlər.